Xərçəng vaksini ilk 5 pasiyentə tətbiq edildi. Rusiyada kolorektal xərçəngə qarşı hazırlanmış Onkopepd adlı vaksin ilk dəfə xəstələr üzərində tətbiq olunmağa başlayıb. Federal Tibbi Bioloji Agentliyin rəhbəri Veronika Skvartsova bildirib ki, artıq ilk 5 pasiyent vaksini qəbul edib və müalicə prosesi davam edir. Onun sözlərinə görə preparat təhlükəsizdir və xəstələr tərəfindən yaxşı qarşılanıb. İlk vaksinasiya olunan pasiyent artıq preparatın 6-cı dozasını alıb. Məlumata görə vaksin hər xəstə üçün fərdi qaydada hazırlanır və pasiyentin genetik materialı əsasında istehsal edilir. Hazırda daha 35 nəfər vaksinasiya növbəsindədir. Xəstələrin müraciəti üçün xüsusi internet portalı fəaliyyət göstərir və müraciətlərdən sonra onkoloqlar 5 iş günü ərzində konsilium keçirərək vaksinin tətbiqinə ehtiyac olub-olmadığını müəyyənləşdirir. Məsələ ilə bağlı terapevt, daxili xəstəliklər üzrə mütəxəssis uzman doktor Əfsanə Bayramova danışıb. Bütün çıxan vaksinlərin, dərmanların, yöntəmlərin Ümumdünya Səhiyyə Təşkilatı və yaxud da Dərman Qida Administrasiyası tərəfindən təsdiqlənməsini istəyirik. O zaman daha güvənli olur. Niyə? Çünki bu daha çox saylı çalışmaların nəticəsində verilmiş qərardır. Yoxsa məsələn Rusiyada hər hansı bir vaksin çıxır, dərman çıxır, yaxud da Yaponiyada izolə olaraq hər hansı bir dərman vaksin çıxır, hansı ki bu yaxınlarda həftədə bir dəfə istifadə olunan şəkər dərmanı ölkəmizdə də var. Yəni FDA, Ümumdünya Səhiyyə Təşkilatı tam olaraq təsdiqləmirsə, onun tətbiq olmasının tərəfində deyilik. Biraz eksperiment kimi olur. Bağırsaq xərçənginin də etiologiyasında irsi faktorlar var, genetik faktorlar var və bağırsaq polipləri, ailəvi bağırsaq polipləri, bağırsaq peristaltikasının zəifləməsi, qəbizlik zəminində yaranan poliplər, onların da zəminində yaranan bağırsaq xərçəngi dayanır. Peyvənd vaksin biraz məntiqli gəlmir, amma bunun çox geniş, çox dəqiq bir elmi əsası olmalıdır və dediyim kimi bütün dünya qəbul etməlidir. Avropa, Amerika, Ümumdünya Səhiyyə Təşkilatı qəbul etməlidir ki, bunu biz bir elm kimi insanlara tətbiq edək. Xatırladaq ki, vaksin yalnız Rusiyanın Federal Tibbi Bioloji Agentliyi tərəfindən klinik tətbiq üçün icazə alıb.